Salam əziz şagirdlər, yenidən xoş gördük hər birinizi. Uşaqlar, gəlin həyat bilgisi fənnindən bədən hissələri mövzusu üzrə ev tapşırıqlarına nəzər salaq. Şəkildəki əşyanın sərt və ya yumuşaq olduğunu müəyyən etmək üçün bizə hansı bədən üzvü lazımdır? Uşaqlar, şəkildəki əşyaya baxın, bu dəsmaldır. Biz onun bərk, yumuşaq olduğunu necə bilə bilərik? Yəni, yəqin ki, eyni fikirdəyik ki, biz ona toxunmalıyıq. Bəs biz ona hansı bədən üzvümüzlə toxunuruq? Təbii ki, əlimizlə toxunuruq. Növbəti tapşırıqda velosiped sürmək üçün hansı bədən üzvlərimizdən ən çox istifadə edirik sualı verilib. Biz dərsdə qaçmaq üçün hansı bədən üzvlərimiz bizə kömək eləyir, hansından daha çox istifadə edirik sualına toxunmuşduq. Elə bu tapşırıqda ona oxşayır. Siz bir özünüzü velosiped sürəndə təsəvvür eləyin və baxın, görün hələ hansı üzvlərdən istifadə eləyirsiniz. Mən sizə əli deyəcəm və digərlərini tapmağı, işarə eləməyi sizə həvalə eləyəcəm. Bu sizin üçün uşaqlar çətin olmamalıdır. Gəlin növbəti tapşırığa baxaq. Aylin gülün ətrinə baxmaq istəyir. Sizcə bunun üçün o hansı bədən üzvündən istifadə eləyəcək? Təbii ki, Aylin gülü iyiləyəcək və burnu onun köməyinə çatacaq. Aşağıdakı yeməklərin dadını hansı bədən üzvümüz vasitəsilə bilərik? Uşaqlar, yeməklər qoyulub masanın üstünə. Bu yeməklər sağlıqlıdır, sağlıqlı deyil. Biz bir dərsimizdə bu mövzuya toxunacağıq. Bugün isə bizə lazım olan odur ki, bunların dadını hansı bədən üzvümüz vasitəsilə bilirik. Və bunu tapmaq sizin üçün rahat olacaq ki, biz dilimiz vasitəsilə yeməklərin dadını bilə bilirik. Dərsimiz bu qədər. Növbəti dərsdə görüşərik. Uğurlar.